Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və Lənkəranın füsunkar təbiətinə sığınan yuxarı nüvədi kənd tam orta məktəbinin dəyərli kollektivi. Bu gözəl bahar səhərində günəşin şəfəqləri kəndimizin yaşıl örtüyünü salamladığı bir vaxtda hər birinizi ən səmimi duyğularla salamlayıram. Efirdə doğma təhsil ocağımızın səs ucaldanı birlik və həmrəyliyin rəmzinə çevrilmiş Gələcəyin İşığı FM radiosudur. Mən 6B sinif şagirdi İlknur Ağazadə bugün sizlərə sağlamlıq, iradə və dözümlülüyün vəhdətindən bəhs edəcək. Hər birimiz üçün həyati əhəmiyyət kəsb edən tənəffüsün dəyərini bir daha xatırladacağam. Bu gün 4 may tarixi bütün dünyada Ümumdünya Astma ilə Mübarizə Günü kimi qeyd olunur. Astma elmi prizmadan yanaşsaq tənəffüs yollarının xroniki iltihabı xəstəliyidir və bu proses bronxların həssaslığının artması ilə müşayiət olunur. Bu xəstəlik zamanı müxtəlif allergik faktorların ətraf mühit çirklənməsinin və ya genetik amillərin təsiri ilə tənəffüs yolları daralır, nəticədə insanın sərbəst nəfəs alması çətinləşir. Lakin biz bugün burada təkcə bir tibbi diaqnozdan danışmırıq. Biz bugün insan iradəsinin fiziki məhdudiyyətlər üzərindəki qələbəsindən, elmin işığında formalaşan maarifçilikdən bəhs edirik. Unutmamalıyıq ki, heç bir tibbi vəziyyət insanın arzu, hədəf və xəyallarının qarşısında keçilməz bir sədd çəkməməlidir. Müasir təbabətin sürətli inkişafı və düzgün profilaktik tədbirlər sayəsində astma artıq tamamilə idarə oluna bilən bir addımlardır. Əziz məktəb yoldaşlarım, nəfəs almaq həyatın ən sadə, eyni zamanda ən möcüzəvi funksiyasıdır. Biz çox vaxt gündəlik qayğıların içində aldığımız hər nəfəsin necə bir nemət olduğunu fərq etmirik. Lakin dünyada milyonlarla insan hər yeni nəfəsi bir mübarizəyə çevirir. Astmadan əziyyət çəkən şəxslər üçün təmiz hava, rütubətsiz mühit və ekoloji tarazlıq sadəcə rahatlıq deyil, həyati zəruridir. Lənkəranın dağ və meşə havası kəndimizin ətrafını bürüyən bu təbii oksigen anbarı bizə təbiətin bəxş etdiyi ən böyük şəfa mənbəyidir. Biz məktəblilər olaraq bu təbiəti qorumalı, ətraf mühitimizin təmizliyinə riayət etməli, tozlu mühitlərdən qaçmalı və tənəffüs gigiyenasına xüsusi diqqət yetirməliyik. Hər bir fidanın əkilməsi, hər bir yaşıllığın qorunması əslində astma ilə mübarizəyə verilən ən böyük töhfədir. Məktəb mühitində hər birimiz bir-birimizə qarşı son dərəcə həssas və diqqətli olmalıyıq. Əgər bir sinif yoldaşımız fiziki fəallıq zamanı idman dərslərində və ya dərslər arası fasilədə tənəffüs çətinliyi çəkirsə, ona qarşı anlayışlı davranmaq, yardım əlini uzatmaq bizim mənəvi borcumuzdur. Astma ilə yaşayan insanlar hər kəs kimi idmanla məşğul ola, olimpiyadlarında iştirak edə, dərslərində ən yüksək zirvələri fəth edə bilərlər. Dünyaca məşhur bir çox dahi şəxsiyyətlərin, olimpiya çempionlarının və sənətkarların bu xəstəliklə mübarizə apararaq dünya tarixinə adlarını yazdırması buna ən bariz sübutdur. Bu o deməkdir ki, insan ruhunun əzmi hər cür fiziki çətinlikdən daha qüdrətlidir. Məktəbimizin radiosu vasitəsilə mən sizə mühüm bir mesaj ötürmək istəyirəm. Sağlamlıq hər bir uğurun təməl daşıdır. Elmi biliklərlə silahlanmaq bizi hər cür xəstəliyə qarşı daha qüvvətli və hazırlıqlı edir. İnhalatorlardan istifadə edən yoldaşlarımıza qarşı cəmiyyətdə mövcud olan yanlış stereotiplərin sındırmalı olaraq təhlükəsiz və dəstəkləyici bir mühit yaratmalıyıq. Təmiz hava, düzgün qidalanma rejimi, idmanla mütəmadi məşğul olmaq və stres amillərindən uzaq durmaq astma ilə mübarizənin ən etibarlı və sınanmış yollarıdır. Hər birimiz fərdi qaydada sağlamlığımızın keçmişi olmalı, zərərli vərdişlərdən qətiyyətlə uzaq durmalıyıq. Dəyərli dinləyicilər, efir vaxtımızın sonuna yaxınlaşsaq da, sizin sağlamlığı elmə və kainatın dəyərinə, sirlərinə olan marağınızın heç vaxt sönməməsini arzulayıram. Unutmayın ki, həyatda qarşıladığımız hər bir çətinlik bizə daha müdrik və daha güclü olmağı öyrədən bir dərsdir. Nəfəsiniz hər zaman azad, qəlbiniz ümidlə dolu, yolunuz isə aydınlığı ilə nur olsun. Sizinlə mən indi 6-cı B sinif şagirdi İlknur Ağazadə, Gələcəyin İşığı FM hər zaman elmin, sağlamlığın və gənclik enerjisinin səsini sizə çatdırmaqdan şərəf duyacaq. Sağlam olun, özünüzü və sevdiklərinizi qoruyun. Növbəti efirimizdə yeni mövzularla görüşənədək həmişə nikbin və güclü qalın.